Salam dəyərli dostlar, hər birinizi xoş gördük. Bu gün mən sizlərlə vergi orqanlarına müraciət zamanı necə qeydiyyatdan keçmək lazımdır, hansı sənədlər lazımdır, sənədləri necə əlavə etmək olar, bununla bağlı məlumat verəcəm. İlk olaraq qeyd edim ki, hal-hazırda sizin qarşınızda olan Naxçıvan Muxtar Respublikasının vergi orqanları üçün etdiyi müsabiqənin şərtləri və keçid linkləri verilmişdir. Siz burada qeyd edeyim ki, sizə lazım olacaq sənədlərdən biri məhkumluq haqqında araşdır. Son 6 ay ərzində aldığınız sənədlər keçərlidir və bir də sizə lazım olacaq diplomlarınız. Bunları da telefonlarınız vasitəsilə və yaxud da ki, hər hansısa printer vasitəsilə də skan edə bilərsiniz, PDF-ləşdirə bilərsiniz. Qeyd edeyim ki, özləri keçid olaraq verir. Bu qeydiyyat Naxçıvan Muxtar Respublikası üçündür və bu qeydiyyat digər keçiriləcək imtahanlar üçün də keçərli olacaqdır. İlk olaraq qeyd edeyim, özlərinin burada yerləşdirdiyi link vasitəsinə daxil oluruq. Linkə daxil olduqdan sonra önümüzdə gördüyünüz belə bir pəncərə açılır və bu pəncərədə Dövlət Vergi Xidməti, Naxçıvan, Sabah və birbaşa müsahibə. Siz buradan Naxçıvana gedənlər Naxçıvan, Dövlət Vergi Xidmətinə gedənlər Dövlət Vergi Xidməti. Amma hal-hazırda Naxçıvan imtahanı olduğu üçün biz Naxçıvan Muxtar Respublikasının vergi xidmətini keçid edirik və buradan daxil oluruq. Daxil olduğumuz zaman bizdən şəxsiyyət vəsiqəmizin nömrəsini hal-hazırda mən buradan qeydiyyatdan keçirəm, görürsünüz. Daxil etdim bunlar şəxsi məlumatlarımızdır. Daxil etdiyimiz zaman qaydalarla tanış oldum, robot deyiləm və daxil ol düyməsini basırıq. Önümüzdə bir neçə cəhddən sonra bir pəncərə açılıb. Burada sizin məlumatlarınız yerləşdirilib. Bəzi məlumatlar şablon olaraq burada mövcuddur. Doğum tariximizdir, addır, soyadımızdır. Buradan siz daxil olub sağ tərəfdə bakalavr məlumatlarınızı doldura bilərsiniz. Daha sonra magistr məlumatlarınızı daxil edə bilərsiniz. Qeyd edim ki, bu məlumatları daxil etməzdən əvvəl və yaxud da ki, sonra ekranın bu küncündə sizdən bəzi məlumatlar istəyir. Həmin məlumatı təsdiq edən sənədin seriya nömrəsi özü qeyd olunur. Əlaqə vasitələriniz, məlumatları var. İş telefonudur. E-mail post ünvanınızı mümkünsə tam dəqiq yazın. Yəni burada yazdığınız zaman, çünki təsdiqlə bağlı məlumat sizin e-mail post ünvanınıza gələcək. Ona görə yəni bəzən olur dostlarımızdan kimlərəsə səhv yazır deyə e-mail post ünvanlarına səhv gələ bilir məlumat. Daxil oluram. Xarici dil bilikləri. Dil bilikləriniz varsa buradan istənilən bir dil biliyini seçib onun haqqında məlumatlarınızı verə bilərsiniz. Əla, orta və zəif. Digərlərdə həmçinin. Daha sonra aşağıda əldə etdiyiniz bəzi sertifikatlar ola bilər. Bunlar vergi orqanları tərəfindən sizə verilən sertifikatlar və yaxud da ki, digər hər hansısa əhəmiyyət kəsb edə biləcək sertifikatlar ola bilər. Daha sonrasında hərbi xidmətlə bağlı burada məlumatlarınız mövcuddur. Həmin hərbi xidmətlə bağlı məlumatlarınızda özünüz qeyd edirsiniz. Sizə lazım olan hərbi biletin seriyası və hərbi biletin nömrəsidir. Düzdür, ola bilər kimlərsə hal-hazırda hərbi bilet olmaya bilər. Magistr təhsil alır və o hal-hazırda möhlətlidir. Həmin zaman isə sizə möhlət talonu verilir. Həmin o talonda yazılan bəzi məlumatları bura yerləşdirəcəksiniz. Verilmə tarixidir və s. Ailə vəziyyəti haqqında məlumatlarınızı yazırsınız. İş yeri haqqında məlumatlarınızı yazırsınız. İşləyirsinizsə, burada sağ tərəfdə pəncərə açılacaq. Nə kimi işlərlə məşğul olmusunuz və yaxud da ki, işləmirsinizsə, işləmir və indiyə qədər işləmirsinizsə də bunu da qeyd edirsiniz. Bu zaman səhifə bağlanır. Daha sonra sizdən əvvəllər vergi orqanlarında hər hansısa bir vəzifədə tutmadığınız soruşulur. Daha sonra cinayət məsuliyyəti ilə bağlı olan hissədə qeydlərinizi aparırsınız və ən əsas hissə bu gördüyünüz bakalavr diplomu və cinayət məsuliyyətinə cəlb edib edilməmənizlə bağlı arayışdır. Həmin bu fayllar mən əvvəlcədən burada PDF formasına salmışam. İndi burada mən də sizlərlə bərabər cəhd edirəm. Dostlar, açdım bu hissəni, pəncərəni. Mənim artıq buradan gördüyünüz kimi bəri başdan məlumatlarımı yerləşdirmişəm. Daxil oldum. Məndən bakalavr diplomu soruşur. Bəlkə də kimlərdəsə bakalavr varsa, magistr varsa, bakalavr yerləşdirin. Yox, əgər hər iki təhsiliniz də varsa, həm magistr, həm bakalavr, o zaman ikisini eyni anda skanlaşdırın bir PDF-in içərisində. Elə yerləşdirə bilərsiniz. Məsələn, mən artıq burada yerləşdirdim, daxil oldu bura. Daha sonrasında həmin hissəni
Cinayət hissəsində yerləşdirirəm. Məhkumluq haqqında araşdır daxil etdim və bunları daxil etdikdən sonra əgər digər sənədləriniz varsa, məsələn, mən bu digər sənədlər olan hissəsinə magistr təhsilindən bağlı olan məlumatı yerləşdirdim. Təbii ki, siz magistr və bakalavr eyni anda bir PDF-in içərisində də yerləşdirib göndərə bilərsiniz. Amma daha da dəqiq bilmək istəyirsinizsə, keçid edin və daha sonra Vergilər Nazirliyinin özünün qeyd edilən nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Bunları da əlavə etdikdən sonra əlavə qeydlərdə 20 dərəcə pedaqoji fəaliyyət və sair haqqında məlumatlarınızı doldurursunuz. Qeyd edilmiş dəyərli dostlar, buradan artıq bakalavr məlumatlarınızı yazacaqsınız. Təhsil müəssisəsidir, hüquqdur, qeyri-hüquqdur. Ola bilər bir də belə bir şey deyim, bizim rastlaşdığımız. Bəzi dostlarımız həm hüquq təhsili ala bilər və bir də qeyri-hüquq. Burada mütləq şəkildə ola bilər kimlərsə hüquq üzrə getmək istəyir, həmin o ikidən diplom olan şəxslərdən gedir. Burada qeyd etmək lazımdır. Mən hüquq ixtisası üzrə təhsil almışam, qeyri-hüquq ixtisası üzrə təhsil almışam. Çünki siz əgər burada bəzi məlumatları bildirməsəz, tutalım sizin birinci təhsiliniz hüquqdur. Amma siz istəyirsiniz digər ixtisas üzrə imtahanda iştirak edəsiniz. O zaman onu orada punkt olaraq bildirmək lazımdır. Magistr məlumatları da uyğun olaraq seçilir buradan və seçildikdən sonra hər bir məlumatlarını yazacaqsınız və qəbul düyməsini vurursunuz ən sonda. Qəbul düyməsini vurduqdan sonra da sizin sənədləriniz yoxlanmağa göndəriləcək və yoxlanmağa göndərildikdən sonra da mütləq qaydada siz gözləyəcəksiniz, sizə cavab gəlsin. Həmin bu hissədə olacaq. E-mail post ünvanınıza daxil olacaqsınız. Oradan gəlmiş olacaqdır. Məlumatlarınızda hər hansısa bir çatışmamazlıq ola bilər. Necə çatışmamazlıq? Tutalım, bakalavr məlumatlarınızı həyəcanlanıb səhv yaza bilərsiniz, magistr məlumatlarınızı. O zaman sizdən ərzən düzəliş etməyinizlə bağlı e-mail alacaqsınız. Yəni, orada bir qorxulu bir şey yoxdur. Bəzən sənəd əsas odur ki, sistemə otursun ki, bazada artıq mövcud olasınız. Və bir də xahiş edirəm, bu kimi məlumatlarınızı son günlərə saxlamayın. Siz ən əsas məhkumluq haqqında arayışınızı bəri başdan alın və ən sonda da qəbul düyməsini qeyd edin. Qeyd edim ki, qeydiyyatla bağlı olan linki bu videonun aşağı hissəsində paylaşacağım və oradan daxil olaraq da siz imtahanda iştirak edə biləcəksiniz. Və ən əsas məsələlərdən bir də dəyərli dostlar, burada da aşağıda gördüyünüz linkdə özləri ətraflı məlumatları verilibdir. Ümumilikdə bir daha xatırladıram. Hüquqşünaslıq ixtisası üzrə 55, qanunvericilikdən 55 sual qapalı, 5-i açıq, yəni ümumilikdə 60. Rəqəmsal məlumatlar 10, abstrakt hissə isə 20-dir. Və dünya görüş tarixdən də 10 sualdır. Ümumi sahə üzrə namizədlərdə isə 20 qapalı sual, onun 5-i açıq olmaqla rəqəmsal məlumatlardadır. Abstrakt hissədən 40 sualdır artıq və Azərbaycan Respublikasının yeni tarix və coğrafiyasından 20 sualdır və qanunvericilik üzrə 20 qapalı. Və qeyd edim ki, imtahanın müddəti 3 saatdır. Hal-hazırda təyin edilən hər sual 1 balla qiymətləndirilir və namizədlər üçün isə keçid balı ən azı 70 bal toplamalıdır. İmtahan da qeyd edim ki, hal-hazırda Naxçıvan üzrə keçirilir və özü hazırlaşan və yaxud da ki, hazırlaşmaq üçün material axtaran dostlarımız üçün də sizə burada bizim son nəşr etdirdiyimiz kitabı tövsiyə edəcəm. Qeyd etdiyim kimi, dəyərli dostlar, ekranın sağ tərəfində gördüyünüz kitab, həm siz bununla Dövlət Vergi Xidmətinə, Yüksəliş Müsabiqəsinə və Xarici İşlər Nazirinə hazırlaşa bilərsiniz. Siz kitabı əldə etmək istəsəz, ekranın sağ küncündə nömrə qeyd edirəm. 055 273 59 03 və yaxud da ki, burada aşağı hissəsində verilib. Siz burada 10 qəbul səviyyəli sınaqla tanış ola bilərsiniz. 10 sınaq, hər sınaqda 65 sual olmaqlandır. Orada həm verbal, həm rəqəmsal, həm abstrakt hissə ilə bağlı olan izahlarımız mövcuddur. Qeyd edeyim ki, abstrakt hissə ilə bağlı xüsusi olaraq bizim bir kitabımız var ki, dövlət orqanları ilə bağlı. Siz bunu da əldə edə bilərsiniz, dəyərli dostlar. Burada isə ümumilikdə artıq 25 sınaqdır sınağımız yeni nəşrimizdə. Burada da ümumilikdə 750 sual var abstrakt hissə ilə. Bu hər iki kitabı da əldə edə bilərsiniz və nəticələrinizin daha da yaxşı olmasını biraz töhfə vermiş olarsınız. Qeyd edim ki, aşağıda yerləşən əlaqə nömrəsi ilə yazdığınız zaman və yaxud da ki, Naxçıvanda əldə etmək istəyən dostlarımız bizə yazsın. Bizim Naxçıvanda olan əməkdaşımızdan da gedib kitablar əldə edə bilərlər. İnanıram ki,
vergi orqanları ilə bağlı olan bu məlumat hər biriniz üçün faydalı olmuşdur. Əgər hər hansısa bir ətraflı sualınız olsa, yenə bizim əlaqə nömrəmiz vasitəsilə bizimlə əlaqə saxlaya bilərsiniz. Hər biriniz üçün uğurlu olsun.